Bəli dostlar, bugünkü gün Türkiyədə hal-hazırda vəziyyət yaxşı olmadığını danışırlar. Nədən danışırlar? Esenyurtda bir bələdiyyənin başkanını tutulub. Mən siyasətə izləyənəm. Və onun üzərində cəbhəlilərlə dövlət yönlü, yəni dövlət arasında bir gərginlik yavaş-yavaş başlayır. Mənə bəzilər deyirdilər ki, seçkilərdən sonra Nadim bəy, sən deyirdin ki, Türkiyədə gərginliklər, çaxnaşmalar olacaq. Bəli, deyirdim. Bəli, buyur. Başladı artıq. Biz bunu olmaqdan yana heç vaxt olmayıb ki. Türk qardaşlarımız, əsasən də başda cənab Erdoğan bəy olmanın, Azərbaycanın ən çətin vaxtında yanında olan bir lider və bir ölkədir. Biz orada hər şeyin yaxşı olmasını istəyirik. Amma gördüyünüz qədərilə hal-hazırda gedən proseslərin sonu bir gərginliyin başlanğıcı olduğunu hiss edirik. Təki bunlar olmasın. Bunların olmamasından ötürü bütün Türk xalqı, başa düşənlər, hər kəs bu gərginliyə getməməlidir. Əgər bu gərginliyin dalınca getsə, Türkiyədə çox böyük, son illərin olmadığı qədər gərginliklər gözlənilir. Çünki Türkiyədə seçkilərdən sonra gərginliklər olacağını deyən Nadim Əlikhanoğlu bunları çoxdan hiss edirdi və təhlil edirdi. Və bu vəziyyət seçkilərdən dərhal sonra seçkiyə görə yox, seçkilərdən sonra bu vəziyyətin yetişəcəyini demişdim. Okey də Türkiyədə arada gərginliklər, bəzi miti, bəzi çaxnaşmalar olur da, bəzi terror falan. Amma bir vaxtlar Azərbaycanda da Bakı su altında qalacaq, təbii fəlakətlər başlayacaq deyəndə, lağ eləyəndə, həmişə Bakıda sular, küləklər olur deyəndə mən deyirdim, bu ələ olmayacaq. Bu getdikcə daha çox olacaq. Bu insanlara, mallara ziyan verən təbii fəlakətlər olacaq. Kimlər ki, məni izləyirlər, yadındadılar. Yəni, mən hisslərimə, güclü hisslərimə sahib olan, analizlərimi güclü inən bir adam olaraq, Türkiyədə olan Türk vətəndaşlara, dostlarımıza, qardaşlarımıza bu olaylar özü də bir hardansa qaynadan mason oyunların bir görünmeyen hisseler olduğunu söyleyeyim. Çünkü Türkiye'de hükümet yönlülərlə, cəbhəlilərin arasında gedən bir gərginlik əslində bunu bu cür halında yaratdırırlar hardansa kimsə. Bunu biz ya Erdoğan bəyin ya da cəbhəlilərin üstündə atmaqdan ötürü danışmıram. İçində elə bir qərarlar, elə bir şeylər verdirənlər var ki, elə hiss edirəm. Türkiye içində gərginliklərin alovlandıraraq PKK, Türkiye gərginlikləri yaratmaq istəyir. Adı iki büyük partiyanın vəzifə kreslo üzərində danışdığını kimi ələ başlayır, ələ deyilir. Hər kəs, politologlar ondan danışır, ondan danışacaqlar. Amma əslində görünməyən gerçək Türkiye'nin içində çaxnaşmalar yaratması, Türkiye bir iç və sonradaki çöl bir başqa PKK mı, kim mi büyük bir savaşa sürükləməkdir. Və bu da Trump geldi, sakitleşecek düşünenler, dünya üzerinde böyle şeyler olmayacak diyenler veya bu kimi politologların durumuna bakıp izah edenler Türkiye'de olan o alovlardan, o gerginliklerden hələ ki bir şey yoktu diye hal-hazırda danışmır. Mən danışıram. Zaman gələndə bunları görən önceden Nadim Əlikhanoğlu yox, hətta bugün yox, bir ildən də çox. 2 il bundan əvvəl demiş proqnozu xatırladıram. Bizi çağırıp soruşmayacak, Nadim sen nece bunlar iller önce görebilirsiniz? Niye bunlar baş verir sizce? Ne etse yaxşıdır diye bizim kanallarımız demeyecekler.